Hər vaxtınız xeyir dostlar. Son bir məhkəmə xəbəri barədə sizə məlumat vermək istəyirəm. Belə ki, söhbət TikTokda Bəniz ləqəbi ilə tanınan Aybəniz Xəyalovadan gedir. Bildiyiniz kimi Bəniz ləqəbli TikToker artıq 2 ilə yaxındır ki, cəza çəkmə müəssisəsindədir və bu gün onun son məhkəmə prosesi oldu. Bakı Azadlıqlar Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi keçirilən prosesdə xanım TikTokerin vəkilləri müdafiə çıxışları etdilər. Onlar müdafiə çıxışları zamanı Aybəniz Xəyalovanın günahsız olduğunu bildiriblər. Daha sonra son söz üçün söz verilib Aybəniz Xəyalovaya və Aybəniz Xəyalova çıxışında bildirib ki, o günahsızdır və ona qarşı irəli sürülən ittihamlar əsassızdır. Daha sonra məhkəməyə müşavirəyə gedib qayıtdıqdan sonra hökmü elan edib. Hökmə əsasən Bəniz ləqəbli TikToker, yəni Aybəniz Xəyalova 10 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, ötən prosesdə dövlət ittihamçısı Babaxan Həsənəliyev məhkəməyə təqsirləndirilən şəxsin 11 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdir. Xatırladaq ki, xanım TikTokerə qarşı Cinayət Məcəlləsinin 182.3.2, yəni hədi-qorxu ilə tələb etmək, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törəldildikdə və 221.3, yəni xuliqanlıq maddələrlə ittiham irəli sürülüb. Onu da qeyd edək ki, məhkəmə istintaqı dövründə zərər çəkmiş təqsirləndirilən şəxsdən, yəni Aybəniz Xəyalovadan heç bir şikayətinin olmadığını bildirmişdi. Eyni zamanda zərər çəkmiş Xaliq Kərimov şikayət ərizəsində göstərib ki, Aybəniz Xəyalova ondan hissə olmaqla 836 min manat pul tələb edib. Bir məqamda vurğulayaq ki, Xaliq Kərimovla Bəniz ləqəbli TikToker uzun müddət sevgili münasibətindədir.